Uzun müddət kainata baxdım, ulduzlara baxdım, boşluğa baxdım və özümə bir sual verdim. Əgər fəza və zaman ayrı deyilsə, əgər boşluq boş deyilsə, əgər maddə sadəcə titrəyişdirsə, bəs mən kiməm? Mən bu bədən deyiləm. Çünki bu bədən atomlardan ibarətdir. O atomlar isə bir vaxtlar ulduz idi. Deməli, mən ulduz tozuyam. Bu bədən ulduz tozudur. Deməli, mən ulduzlardan təşkil olunmuşam. Amma məsələ burada bitmir. Əgər mən sadəcə maddə olsaydım, mən özümə mən kiməm sualını verə bilməzdim. Deməli, mən maddənin şuura çevrildiyi bir nöqtədəyəm. Kainat milyard illər sustu. Sonra birdən dilləndi, həyat yarandı. Sonra beyin yarandı. Sonra düşüncə yarandı. Və indi kainat mənim vasitəmlə özünə baxır. Mən kainatdan ayrı deyiləm. Mən kainatı özünü müşahidə edən formasıyam. Adım Vüqardır. Amma bu ad sadəcə bir etiketdir. Düşüncələrim dəyişir, bədənim dəyişir, hisslər dəyişir, amma bir şey dəyişmir. Fərqindəlik. Düşüncələrimi izləyən bir səssizlik var. O səssizlik mənim həqiqi mənimdir. Mən rol deyiləm. Mən rolu müşahidə edənəm. Mən zamanın içində yaşayan biri deyiləm. Zaman mənim şuurumda baş verir. Və bunu anladığın an anlayırsan. Sən kainatda yaşayan bir varlıq deyilsən. Kainat sənin fərqindəliyində baş verir. Bəli, sən kainatın özüsən. Sən kainatın düşünən bir parçasısan. Sən kainatın özünü müşahidə edən şuurusan. Bu isə insanı ən xoşbəxt olduğu andır. Sevinclə kədərin birləşdiyi an. İnsan özünü tanıdığı an. Hər şeyin bir nöqtədə birləşdiyi